Hə, indi paylaşım ekranı sizə leksikanı izah eləyim. Çünki qrupa ata bilər ki, Fatimə bəlkə qoşula bilməsə, o da baxa bilsin də, dərsin izahına geri qalmasın sizdə. Demək, leksikada, amma suallarıma cavab verə bilərsiniz də. Leksikada var idi. Sözün leksik mənası və qrammatik mənası. Bunları necə ayırt eləyərik bir-birindən? Bax, var sözün leksik mənası. Bax, sözün leksik mənası deyəndə nə başa düşürük? Onun elə bir, məsələn, kitab sözü oxumaq üçün vəsait belə mənası da onun. Yəni ki, onun məzmununa aiddir. Leksik məna onun məzmunudur. Düzdür, məsələn, leksik mənanı biz müxtəlif yollarla izah edə bilərik də. Məsələn, mürəkkəb sözcüksə tərəflərini açmaqla izah eləmək olar. Sonra məsələn, əgər düzəltmə sözcüksə, məsələn, deyək ki, balıqçıdır. Balıq sözü düzəltmə sözdür. Bu sözün izahını vermək üçün, yəni balıq tutan insana deyilir də balıqçı. Balıq sözünü ayrıca izah eləmək olar. Çıl sözünü deyə bilərik ki, bu sənət peşə məzmunu yaradan şəkilçidir də. Yəni belə deməklə yəni bu sözün izahını, leksik mənasını izah etmiş oluruq da biz. Yaxşı, bəs sözün qrammatik mənası nədir? Məsələn, tutaq ki, balıqçı sözünün qrammatik mənası nədir? Yəni biz sözün qrammatik mənasını hardan bilirik ki, bu söz hansı nitq hissəsinə aiddir? Səsiniz bağlıdır. Nəyi başa düşmədim? Dediyiniz gəlmədi səsiniz, yəni eşitmədim. Dedim ki, balıqçı sözünün qrammatik mənası nədir? Qrammatik balıq sözün köküdür, ç şəkilçidir. Belə deyəndə ya isimdir falan, belə deyəndə qrammatik mənası olur deyəsən. Yəni hansı nitq hissəsinə, sözün hansı nitq hissəsinə aid olması onun qrammatik mənasıdır da elə. Amma izahı lüğətdə verilən izahı leksik mənasıdır. Bura kim başa düşürsüz? Bəli. Sonra var sözün həqiqi mənası var, həqiqi. Bir də var məcazi mənası var. Sizə bunu slaydlarda göstərə bilərəm. Bir dəqiqə. Məlidir, yəni ekranda nəsə paylaşmısınız, görünməli olan bir şey. Onu göstərəcəm, elə gözləyin. Elə bildim paylaşmısınızsa mən də görüm. Yox, gözləyin. Burada leksika ilə bağlı şeylər var idi, görüm tapacağam. Sizə əvvəl atmışdım. Deyir, burada görə bilirsiniz bunu. Mən heç nə görmürəm. Yəni görünmür heç nə məndə. Görünmür. Yaxşı gözləyin. Bir də paylaşıram. Olmasa qrupa şəkillərini atacağım, baxın. Görə bilirsiniz. Yaxşı, onda qrupa şəkillərini atıram, rahat baxın bir dəqiqə. Bunları deyəsən bir dəfə atmışdım. Yox, yenə atım. Bunlardır. Göstərmək istədiklərim sizə. Görə bilirsiniz. Bəli, mənim. İndi bu birincisini dedim, indi ikincisinə gələ bax. Sözün həqiqi mənası var, bir də sözün məcazi mənası var. Sözün həqiqi mənası o deməkdir ki, yəni sözün ilkin başa düşülən də gerçək mənasıdır. Məsələn, deyək ki, şirin çayda yazmışam ki, bura. Deməli, biz çayı şirin eləyib həqiqətən də onun dadına baxa bilərik də. Deməli, biz həyatda bunu eləyə biləriksə, həqiqətən yəni bu
gerçəkdən mümkündürsə bu həqiqi mənada olur. Amma məsələn, məcazi məna var ki, yəni o sonradan yaranmış da, yəni artıq həyatda icrası mümkün olmayanda, yəni bir sözün çox mənalı olmasıdır, məcaziliyi daşımasıdır ki, bu məcazi mənadır. Məsələn, şirin uşaqda biz bu ekrandakı uşağı yeyə bilmərik, yəni dadına baxa bilmərik. Ona görə yəni bu həyatda olmayan bir şey olduğu üçün məcazi mənalı hesab olunur. Başa düşürsüz bura kimi? Sonra var burada, deməli, amonim var bu bölmədə, sinonim var, bir də antonim var. Amonimlər o idi ki, yazılışla deyilişi eynidir, amma mənaları fərqlidir. Yəni bu sözlərin yazılışları da eynidir, deyilişləri də eynidir, başlanğıc formaları da eynidir, amma mənaları fərqlidir. Məsələn, deyək ki, bax. Bax sözünün amonimi odur ki, yəni biri var ayaqqabının bağı da, yəni ipi də bu mənadadır, ip mənasındadır. Bir də var ki, bax sözü deməli başqa bir mənada işlədilə bilər də. Məsələn, meyvə tərəvəz əkilən, yəni bağ, bostan mənasında da istifadə oluna bilər. Sonra var amonimlər məcazi mənada ola bilməzlər, ancaq həqiqi mənada ola bilərlər. Çünki məcazilik çox mənalı sözlərə aiddir, amonimə aid deyil. Sonra var sinonimlər və antonimlər. Bax, sinonim o deməkdir ki, yaxın mənalı sözlərdir. Yəni mənaları bir-birindən eyni mənada və yaxud da yaxın mənada olur. Sinonimlər bölünür iki yerə əslində. Nisbi sinonimləri var, bir də mütləq sinonimləri var. Nisbi sinonimləri o idi ki, yəni belə deyək də, həmişə bir-birini əvəz etməyən sinonimlərdir. Məsələn, deyək ki, nisbətən həmişə bir-birini əvəz edir, amma heç də əvəz eləmir də, həmişə bir-birini. Məsələn, ürək, könül, qəlb. Məsələn, ürək, könül, qəlbdə məsələn, bunlar əslində sinonimdir də. Məsələn, amma ürək həkiminə gedirəmin əvəzinə biz qəlb həkiminə, könül həkiminə gedirəm deyə bilmərik. Deməli, ona görə bunlar sinonim olsalar da, yəni heç də həmişə bir-birinə əvəz eləmirlər. Amma mütləq sinonimlər var ki, məsələn, insan, adam ola bilər də. Yəni insan, adam həmişə bir-birinə əvəz eləyə bilir. Və yaxud da məsələn, deyək ki, gözlük, eynək, çeşmək. Yəni hamısı belə gözlük mənasındadır, eynək mənasındadır. Yəni həmişə də bir-birini əvəz etdiyi üçün mütləq sinonimdir. Başa düşürsüz bura kimi? Sonra var antonimlər. Antonimlər yenə də mənaları bir-birinə zid olanlardır. Yəni məsələn, gözəl, çirkində. Gözəl sözünün antonimi çirkindir. Yəni ki, bir-birinə zid mənaları bildirirlər. Bir də var məsələn, ağ-qara. Yəni ağ əslində rəng mənasında olan sifətdir, qara da rəng mənasında olan sifətdir. Sadəcə, yəni bunlar mənaları arasında tam şəkildə ziddiyyət olmuş olur. Sonra bir də var idi burada frazeoloji birləşmələr. Yəni frazeoloji birləşmələr o deməkdir ki, yəni frazeoloji birləşmələr sabit söz birləşmələridir də. Yəni ki, deməli o deməkdir ki, sabit, yəni olduğu kimi qalan, yəni ki, əvvəlki dövrlərdə necə istifadə olunubsa, hazırda da olduğu kimi istifadə olunan deməkdir. Və sabit söz birləşmələrində məsələn var, məsələn, bax, cinatına minmək var. Əsəbləşmək mənasında cinatına minmək var. Və yaxud da deməli var frazeoloji birləşmələrin içərisində deməli dilotu yeməkdir. Dilotu yemək çox danışmaq mənasındadır da. Yəni mənası məsələn çox danışan birisinə deyirlər ki, məsələn dilotu yeyib. Ona görə yəni o deməkdir ki, yəni çox danışır da, dayanmadan susmur, danışır bu mənadadır. Amma bunun tərsi məsələn olsa, bu olar ağzına salıb oturmaqdan, yəni belə ola bilər. Bir də məsələn burada elə bu da susmaq mənasındadır da, ağzına salıb oturmağı da elə susmaqdır. Məsələn, dilotu yeməklə ağzına salıb oturmaq bir-birinə əks mənada ola bilərlər. Çünki frazeoloji birləşmədə biri yəni danışmaq, biri susmaq, çox danışmaq, susmaq mənasındadır. Əks mənada ola bilər. Məsələn, amma ağzına salıb oturmaqla susmaq sözü mənası da, yəni ki, mənasından frazeoloji birləşmənin özü antonim, sinonim ola bilməzdir. Çünki hər iki tərəfi frazeoloji birləşmələrin hər iki tərəfi frazeoloji elə bir birləşmə olmalıdır da. Məsələn, ağzına salıb oturmaq da frazeoloji birləşmədir, söz birləşməsi, dilotu yeməkdir. Ona görə bunlar bir-biri ilə
Antonim ola bilərlər. Amma məsələn dilotu yemək, bir də çox danışmaq antonim və ya da sinonim ola bilməz də bu ikisi bir-biri ilə. Və ya da ağzına solub oturmaqla da susmaq bir-biri ilə yenə sinonim ola bilməz. Çünki susmaq sözü frazoloji birləşmə deyil də. Elə olması üçün susmaq sözü də ayrıca frazoloji birləşmə kimi olmalı idi də. Başa düşürsüz məni? İndi testi paylaşıram. Testə girirəm də. Testi baxaq. Bir dəqiqə. Görün kimi atmışdım. Ha, burada var idi. Bu qrupda. Amma sizə 950-dən işlətmək lazımdır. Ona görə gəlin 950-yə girin. Görə bilirsiniz? Hə, bircə dəqiqə. İndi tapaq, başlayaq testlərini işləyək. Tapdım, bax. İndi gözləyin. Görə bilirsiniz? Birinci sualı solmaz oxusun. Səsini bağladı. Ne oldu? Ceylan, sən eşidirsən məni? Səs açın, cavab verin də mənə. Dəqiqə, PDF getdi. Oxuyun birinci sualı. Ceylan, sən eşidə bilirsən məni? Yəqin ki, Fatimənin interneti getdi. Heç olmaz, interneti getdi. Qoşulacaq yəqin. Sən oxu, qoşulma kimi. Bax, birinci sualdır. Mənə bayaq səs açırdım, bağlanırdı. İndi başqa telefondan qoşuldum. Ev yoxdur. Biri Oxuyum. Ceylan oxusun, ikini sən oxu, yaxşı? Yaxşı, yaxşı. Hərci amonim çıxmışdı. Amonim yazışı və deyişi eyni olur. Yazılışı deyilişi eyni, mənaları fərqlidir amonimlərin.
Hə, mənaları eyni olan sözlər. Mənaları fərqlidir. Sadəcə yazılışı ilə deyilişi eynidir. Mənim yazılışlar bunların eyni deyil. Bax belə deyək də, məsələn, saç sözü var da. Yəni bu işıq saçmaq mənasında olanda feil olaraq işlənə bilir. Sən sadəcə bura maqmə şəkilçisi artıra bilərsən. Belə olanda, yəni bu feildir də, əslində mağı burada işlətməyiblər də, amma demək feil olanda da və insanın bir saçı mənasında olanda da yenə də isim kimi də, feil kimi də bu şəkildə yazılır da. Bunun yazılışla deyilişi eyni oldu axı. Deməli, yazılışla deyilişi eyni oldu, amma iki dənə fərqli mənanı ifadə elədi də. Və yaxud da, məsələn, qan sözünü veriblər. Qan, biri var, yəni biz bura maqmə şəkilçisi feil olduğunu bilmək istəyiriksə, biz bura maqmə şəkilçisi əlavə edirik. Əgər bunu əlavə eləyə biliriksə, yəni belə bir söz var da, görürük ki, bu anlamaq, yəni başa düşmək mənasındadır. Anlamaq mənasındadır. Belə olanda bu feil olaraq yazılır, belə yazılır. Və qan, insanın qanı var. Damarda axan qan mənasında da olanda yenə də belə yazılır. Ona görə bunun yazılışla deyilişi eynidir, mənası amma fərqlidir də. Bir də var daş. Daş sözü də, yəni yerdə gördüyümüz, yəni görülən boz daş mənasında da, yəni belə burayı daş mənasında olanda, yəni isimdir. Bir də məsələn çay daşır desək, çay daşır, su daşır, süd daşır, daşmaq feili də var axı. Sadəcə biz burada maqməyi belə təsəvvür eləyirik də. İndi hamısında maqməyi artırılmır. Biz özümüzdən artırmalıyıq bunu, feil olduğunu bilmək üçün. Həbə görürük ki, belə daşmaq feili var da. Deməli, yəni bu üçü də amonimdir. Bildiniz? Amma ki, məsələn, A variantındakı sözlər amonim deyillər. Çünki bunların vurğusuna görə mənası dəyişir deyə amonim deyil də. Bunlar vurğusuna görə mənası dəyişən sözlər amonim olmayacaq. Və məsələn, alma sözü var da. Alma, biri var ki, yediyimiz alma mənasındadır. Bir də deyirəm ki, evdə çörək var, evə çörək alma. Belə olanda bunun vurğusu birinci aya düşür. Bu vurğusuna görə mənası dəyişir də. Yəni, vurğuya görə mənası dəyişən sözlər amonim deyillər. Bildiniz? Bir də C variantında burada qax sözü var. Qax sözü də amonim ola bilər əslində. Amma rayon adı, şəhər, yəni Qax rayonu da, Zaqatala, Qax belə bu mənada deyil də. Yəni çünki xüsusi isimdir o. Xüsusi isimləri amonim kimi saya bilmirik də biz, amma belə deyək də, yəni bu əgər maqmə şəkilçisi artıra bildirik də, bura artıra bildirik, belə olanda qaxmaq deyə feil olur. Yəni belə bir feil yaranır. O deməkdir ki, yəni elədiyin yaxşılığı kiminsə, yəni başına qalxmaq da, yəni ki, etdiyin yaxşılığı dilə gətirmək mənasındadır feil. Bir də var ki, qax, yəni meyvənin qurusu mənasında, yəni bir almanın qaxı ola bilər, nəyinsə bir qaxı da, yəni ki, hər hansı bir meyvənin qurusu mənasında. Məsələn, baxın, üzümü qurudursan, üzümün qaxından artıq kişmiş alınır da, kişmiş üzümün qaxıdır, yəni qurudulmuş bir versiyasıdır da, formasıdır. Belə olanda, yəni bu şəkillərdə işlətsək, biz bunu götürə bilirik amonim olaraq. Başa düşdünüz? Bəli. Yaxşı, indi 2-ni deyək. Heç olmaz. Aha, oxuyuram. Mənə baxımından məntiqi ardıcılığı gözləməklə cərgəni tamamlayın. Mənlik, insanın mənliyi, şəxsiyyət, bunlar hamısı yəni eyni məna daşıyır. Şərəf, hamısı elə bir insana aid olan xüsusiyyətlərdə. İnsaf olmaz, mənfi olmaz. Bu xərt elə bir uyğun gəlmir bu. Uyğun gəlmir, bəli. Lətafət. Lətafət də zəriflik deməkdir, bir incəlik deməkdir də. Yəni buna da uyğun gəlmir. Burada heysiyyət uyğun gəlir. O da elə mənlik deməkdir. Bəs ətalət nə deməkdir? Çünki ədalətdə var, ətalət də var da. Bunların fərqi var da, təbii ki, bir-birindən. Nə idi fərqi? Ədalətli insan olmaq, Ədalətli, yəni ki, insaflı da, mərhəmətli, belə hamıya yaxşılıq eləyən, belə bu mən.
Amma ətalət başqa şeydir. Bax, bu Səssiz. fizikada var, fizikada var. Ətalət qanunu deyə bir qanun var da. Newton qanunları. Ətalət yəni hərəkət eləməyən də hərəkətsiz olan bir şey. Bir Ətalət dənə qanunu. cismi qoyursan bir dənə yerə, elə olduğu Aha, yerdəcə hərəkət qalır eləmir. da. Yəni hərəkət etmir bə. Hərəkət etmirsə deməli burada bir ətalət qanunu var. Siz dediniz yadıma düşdü. Hı. Əslində fizikadadır ya bu. Aha, siz dediniz yadıma düşdü. Hı. Yaxşı, içə baxaq. Ceyran. Verilmiş nümunələrdə nöqtələrin yerinə hansı söz daha uyğundur? Hı. Əl. Burada 3 dənə sözə bir dənə yəni uyğunlaşdırmalısan da, yəni bir dənə söz 3 dənəsinə də uyğun getməlidir. Əl atmaq, söz atmaq. Atmağı götürüb yazar. Əl atmaq yaxşı, sözü atmaq, topu atmaq. Belə uyğunlaşma da axı bu, yəni tam şəkildə uyğunlaşmır. Bir dənə söz atmağa hə ola bilər. Ki məsələn kiməsə söz atmaqda sataşmaq mənasında. Yəni orada topa nə mənada? Yəni top mənasında, yoxsa nə mənasında? Topa yəni Hə, bax məsələn deyək ki, burada məsələn tutmaqdır da, burada məsələn tutmaq sözünü götürüb yazaq da bura. Əgər bunu belə yazarıqsa, məsələn əl tutmaq nə deməkdir? əl tutmaq, yəni kömək olmaq. Yəni kiməsə əl tutursan da, yəni bir məsələn kasıb birisinə, imkanı olmayan birisinə kömək, yardım eləyirsən də, belə deməkdir. Bəs sözü tutmaq nə deməkdir? Bəli. Söz tutmaq yəni onunla elə bil anlaşır da. Aysə mövzunu Ondan başa sonra düşür. buna Yəni uyğun başa gəlir. düşür ki, bu mövzu nədən gedir də, söhbət nədən gedir. Bunu başa düşür. Bir də var verdiyin Topa nədir? sözü də tutmaq da ola bilər. Hər hansı bir kiməsə söz verirsən, kiməsə verdiyin sözləri də əhd peyman ona sədaqətli olmaqsa da belə də ola bilər. Amma topa tutmaq, məsələn deyək ki, düşmənlər kəndi məsələn top atəşinə tutdular da, yəni topa tutdular, bombardıman elədilər də kəndi bu mənada. Bildiniz? Hə. Sonra 4. Verilmiş nümunədə nöqtələrin yerinə hansı söz daha uyğundur? Köynəyin, çayın, bir də ağacın. Aha. Köynəyin gövdəsi, çayın gövdəsi, ağacın gövdəsi. Ağacla köynəyin gövdəsi olur. Köynəyin gövdəsi olmur, yox. Ağacın gövdəsi ola bilər. Köynəyin başqa gövdəsi olmur da, başqa şey olur. Qolu ola bilər. Köynəyin qolu, çayın, Qolunu götürüb hamısına yaza bilərik də. Biz deməli köynəyin qolu, çayın qolu və ağacın qolu. Yəni hamısında qolu da C variant. Başa düşürsüz? Bəli. Yaxşı. İndi 5-ə baxaq. Sözlərdən birinin leksik mənası düzgün izah olunmamış. Hı. Mənim E variantında orada düz olacaq. D variantı da düz olacaq. Hı. Bunlar düzdürlər bəli. Məhəmməd deyim orada hansı olur? D olmaz. Məhəmməd nikbin kədərli dərslidir. Bu məncə doğrudur. C-də riyakar, ikiyüzlü, hiyləgər. Bu da doğrudur. Xəzan yarpaqlar olur elə bil payız fəslində. Bu da doğru olur. Nəfəsli pəncərənin balaca gözü. Bu da doğrudur. Ümman qalır. B variantı böyük dəniz okean. Ümman məncə böyük dəniz okean demək deyil. Olmaz. Bax, ümman düzdür. Burada adı. Adı B. Çünki burada baxın nikbinə yazıb ki, kədərli, dərdli. Bax, nikbin, kədərli, dərdli demək deyil. Təbii. Yəni belə şən deməkdir, belə pozitiv deməkdir, müsbət, bəli. Bu yaxşı mənadadır.
O kədərli dərdi bilirsiz hansı bədbindir. O sözün izahı, bu izah bədbinə aiddir. Bədpis demək axı da. Yəni amma nikbin şəndir, pozitivdir. Belə gələcəyə ümid ilə yanaşandır da, yəni belə demək. Yaxşı, indi 6-ya baxaq. Sözlərdən birinin leksik mənası düzgün izah olunmamışdır. Aforizm, yığcam və dolğun mənalı ifadə, ilxi ad toplusu, bu doğrudur. Liman bitki növü. Liman bitki növü deyil. Elə bir dənizdə şeyin gəldiyi qıyıya, yəni liman deyil. Burada hərf səhvi var, ona görə cəhd. Liman gəminin dayandığı, yəni gəmilərin dayandığı göyərtədə, yəni dayanacağı, liman aslında bu mənadadır. Yaxşı, indi 7-yə baxaq. Tovuz kimi qalxdın çeşmə başından, bütün gözlərin gözəllik güllü, altından xətt çəkilmiş sözün sinonimidir. Yəni çeşmə sözünün sən yaxın mənasını tapırsan. Bulaq mənası. Çeşmənin yaxın mənası bəli, bulaqdır. Yaxşı, indi 8. Biri gəmilərin düz yolla hərəkətini təmizləyən işarədir. Kurqan, türbə, bürc, mayak, sərdar, mayak olmalıdır. Mayak olmalıdır, bəli. İşıq düşür, bəli. Bir dənə belə, yəni ağ şəkildə olur, belə telegülləyə də oxşayır. Belə o işıq verir də gəmilərə istiqamətini göstərmək üçün, bəli. Yaxşı, indi 9. Altından xətt çəkilmiş sözləri adlandır. Adlandır. Geyinibdir yar sarı, bayqu ilə yar sarı, kəbədə ölsə aşiq, yunun quyun yar sarısı. Yunun quyun yar sarı. Bax, burada sarı sözü deyir ki, hansı nitqsə, yəni nəsə ayılmalıdır. Yəni söz sarı idi da. Sarı sözünü biz hansı nitqsələri olaraq düşünə bilərik. Necə sarı? Yəni necə sarı rəng mənasında olsa əgər sifət olur. Amonim olur da. Yəni ki, rəng mənasında ola bilər. Sonra sarımaq şeydir ki, məsələn, yaranı sarı, yəni belə də bağla bintlə, cuna ilə falan nə ilə. Bir də yol. Bir də ki, məsələn, evə sarı gedirik, qoşma kimi ola bilər. Qoşma kimi. O da ki, amonimdir. Yaxşı, indi 10. Göylərə baxıram, qapısı bağlı, yerlərə baxıram, bağçalı bağlı. Misraların sonundakı sözlər nədir? Göylərə baxıram, qapısı bağlı, yəni qapının bağlı olmağını bildirir. Yerlərə baxıram, bağçalı bağlı, bir də bağ mənasında da, yəni getdiyimiz yaşıllıq olan bağı bildirir. Alınma söz, omonim, yəni bir söz iki məna bildirir, ona görə omonim olur da. Omonim olur, bəli. Çünki bunların başlanğıc forması da eynidir axı da, yəni elə başlanğıc forması da belədir. Yazılışla deyiliş də eynidir, amma iki dənə fərqli mənanı bildirdiyinə görə dedi. Başa düşdünüz? Yaxşı, indi 11-ə baxaq. Altından xətt çəkilmiş sözləri adlandır. Bağında yarpaq sarı, gül sarı, yarpaq sarı, yar əlindən yaram var, gəl yarama ağ sarı. Sarı sözdür. Bunu bayaqlarım demişdi ya, burada sarı sözü nə götürmüşdü bunu bayaqlarım burada? Amonim olacaq, bəli. Çünki məcazi mənada işlənə bilmədiyinə görə, yəni biz bunu amonim kimi düşünürük. İndi 12-yə baxaq. Heç olmaz. Qarı düşmən dostu. Qarı düşmən dost olmaz. Kitabilə də qorxurut. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nə sayılmalıdır? Qarı düşmən dost, antonimdə, yəni əks mənalı sözlər. Antonim və əks mənalı sözlər ziddiyyət bildirir. Bəli. İndi 13. Hansı cərgədə eyni hərəkəti bildirən sinonimlər verilmişdir?
A variantında gəlmək, getmək bu şeydir, antonim. Antonimdir, bəli. Hə. Sən burada yaxın eyni mənalını seçməlisən də, yaxın mənalını Ceyran. Sağlanmaq, başa salmaq, demək, eşitmək. Yox deyil. Burada baxaq ki, Oturmaq, başa salma əyləşmək, daha D mədəni variantı. formadadır da, danlamaqdan. Bu ola bilməz sinonim. Və C variantı. Aha, C variantı ola bilər. Bir məsələn stulda otura da bilərsən, əyləşində. Yəni uyğun gəlir oturmaqda, yəni əyləşməyin elə bir sinonimidir də, yaxın mənası. İstifadə etmək olar, ona görə C-dir, bəli. İndi 14-ə baxaq. Həm isim, həm də sifət kimi işlənə bilən amonim sözdür. Yəni bir söz iki məna verir. Qaz, dolu, dolu olmaq, bir də dolu yağan yağış dolunu nəzərdə tutulur. Bu ola bilməz. Qaz, heyvan olaraq qaz həm isim olur, qazmaq sifət olur. Nəyisə yeri qazmaq. Ona görə B variantı uyğun Qazmaq gəlir. sifətdir. Yeri qazmaq sifətdir dedin. Elə bildim isimdən feil, sifət, qitə. Sifət deyil, bəli, bu feildir. Qitə hansısa bölgəyə deyirlər qitə. Burada. Ya çünki dolu yağır desək, yağan dolu mənasındadır. Yağış, qar, isimdir. Bir də dolu vedirə desək sifət olur. Necə dolu? Mən bildim sifət yox, feil olaraq nəzərdə tutulur. Yaxşı, 15-ə baxaq. Həm isim, həm də sifət kimi işlənə bilən homonim sözdür. İsim kimi də olsun, sifət kimi də olsun. D variantında buruq sözü. Aha, buruq sözünü sən isim kimi necə işlədərsən? Sifət kimi, məsələn, saçı buruq. Saçı buruq saçlı insanda, yəni buruq saçlı bir qız məsələn ola bilər, bu sifətdir. Tamam, bəs isim kimi necə işlənir? Nəsə dediniz, olmaz? Mən neft buruqları deyəndə sifət olur. İsim olur. İsim olur. Elə olanda çünki neftin nəyi buruğu? Buruq. O nefti çıxartmaq üçün belə fontan kimi olur, belə də, yəni bir alət kimi də belə deyək. Onu çıxartmaq üçün, nefti torpağın altından çıxartmaq üçün istifadə olunan alətə deyilir. Ona görə bunu belə götürmək olar. Bildiniz? Bəli. Yaxşı. İndi 16. Hansı zərgədəki sözlərin leksik mənası yoxdur? Dünya, yaşadığımız yer, səma, gökyüzü də, yəni gökyüzü. Hamısını deyir. Onda A olmaz. Görkəm, axı. Axının yoxdur, cəldim var, yəni tez olmaq, görkəm, yəni çox gözəl olmaq, Görünüş mənasındadır görkəm. Bu da olmur. Axı kaş dək E variantında kaş dək. Çünki bunlar köməkçinin qissəsidir. Yəni köməkçinin qisələrinin sadəcə qrammatik mənası var. Məsələn, axı sözüdür. Axı sözü qüvvətlendirici ədatdır da. Yəni ki, bunun elə bir qrammatik mənası ədat olmasa da, kaş məsələn arzu ədatıdır. Yenə də qrammatik mənası var da bunların. Dəkdə məsafə bildirən bir dənə qoşmadır da. Yəni məna, qrammatik məna baxımından qoşma sayılır. Amma leksik mənası yoxdur. Çünki bu sözlərin izahı lüğətdə izahı yoxdur da. Bunlar müstəqil şəkildə cümlə üzvücə də ola bilməzlər. Ona görə E olur burada. Məsələn, burada kitab sözüdür. Burada da qədər sözüdür, dəniz sözüdür. Yəni bunlar kimidir? Yəni əvəzlik olaraq, qeyri-müəyyən əvəzlik olaraq, məsələn, qrammatik mənası da var, leksik mənası da var da. Çünki bunlar əsas nitq hissəsi də ola bilirlər. Bildiniz? 17-yə də baxaq. Cümlələrdən biri xəbəri frazoloji birləşmə ilə ifadə olunur.
A variantında arzumuz ali məktəbə qəbul olmaqdır. Orada mənim düzdür. Şey deyil, Aha, yəni. ali məktəbə qəbul birləşmə deyil. olunmaq frazeoloji birləşmə deyil. Çünki qəbul olunmaq o birlikdə götürəcək də. Yəni bu frazeoloji birləşmə deyil, məcazi mənada deyil. Qəbul olmaq, yəni birlikdə ali məktəbə qəbul olunmaq məsdər tərkibidir, ismi xəbərdə olmaz. Sonra B variantında qorxudan Asifin canına üşütmə düşdü. aha. Asifin canına üşütmə düşdü. Mən tapdım. Deyə Qoy özü bilərəm. tapsın. Qoy özü desin də. Bir-birimizin yerini deməyin, yaxşı. Yaxşı. D variantı da deyil. Mhm. E variantı da deyil. Mhm. Qaldı B ilə C. Mhm. Bəli. Uşaqlar sevincdən atılıb düşdülər. Yəni sən məsələn kimsə sevinəndə, yəni hoppanır göyə bir dənə düşür yerə ola bilər də belə bir şey sevinir axı. Sevincindən atılıb düşə bilər. Və bir də atılıb düşmək mürəkkəb feildir. Yəni bir dənə sözdə atılıb düşmək bir dənə feildir. Ona görə bu deyil, qaldı B. B variantı. Çünki bax qorxudan Asifin canına üşütmə düşdü. Yəni Asif qorxdu da, qorxudan canı məsələn bədəni falan titrəməyə başladı. Belə mənada da. Yəni üşütmə canını yarıb canının içərisinə girə bilməz də, ruhuna girə bilməz ax. Ona görə bu məcazi mənada. Sadəcə canına üşütmə düşmək burada qorxmaq mənasındadır. Narahat olmaq da qorxmaq mənasındadır. Bildiniz? Bəli. İndi 18. Cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub. A-da məqsədim ədəbiyyatçı olmaqdır. Bu yəni normaldır. Frazeoloji birləşmə işləməyibdir burada. A olmaz. Mən dostumu yola saldım. Yəni normaldır. Kimsə gedəndə onu yola sararsan. Bu da frazeoloji birləşmə deyil. Sevincdən oynayıb güldülər. Yəni sevinəndə insan gülür də, sevinir. Bu da ola bilməz. Güclü külək gözlənilir. Uşaqlıq illərimin xatirələrini dostlarımla bölüşdüm. Xatirəni dostları ilə bölüşmək olmaz. Ona görə məncə budur. Yo, bu düzdür. Bölüşdüm, paylaşdım da. Yəni onlara izah elədim. Onlara da onlarla paylaşdım deməkdir. Bu Onda D variantı uyğun gəlir də. Güclü külək. Mən deyir dostumu yola saldım. Yəni dostumu məsələn əlimin içərisinə qoydum, əlimdən dostum yerə düşdü, yola saldım. Əlimdən yola düşdü. Belə olmur axı. Amma ki yola saldım, onun belə getməsi üçün şərait yaratdım da. Yəni şərait yaratdım ki, o evinə getsin də artıq. Belə bu mənadadır. Yola salmaq, uğurlamaq mənasında frazeoloji birləşmə ola bilər. Ona görə B. Başa düşdünüz? Bəli. Amma burada deyir güclü külək gözlənilir. Külək gözlənilə bilmir axı. Ona görə mən gözlənilir də. Yəni cəmaət güclü küləyin əsməsini gözləyir də. Gözləyirlər ki, güclü külək əsəcək. Düzdür də bu. Bir də gözlənilir sözü bir dənə sözdür. Burada frazeoloji birləşmə deyil. Yəni frazeoloji birləşmə nə idi? Söz birləşməsidir. Gözlənilir sözü bir dənə sözdür axı. Bir dənə sözdən söz birləşməsi olmur axı. Bildiniz? Bəli. Yaxşı, 19. Hansı cərgədəki sözlər homonimdir? Orada C variantı olacaq. Nə variant olacaq? C. Bunlar da amonimdir deyir. C sinonimdir. Özdə ki, yekə ilə böyük sinonimdir. Hündür bunlarla əlaqəsi yoxdur bunların. Məsələn, burada var da top söz. Top sözünün nə idi amonimi? Oynadığımız. Bir də ki, müharibədə atılan topu istifadə qırat bombada, yəni bu mənim. Bəs ballı sözünün amonimi nə idi? Yeyilən. Aha, yeyilən bal. Başqa? Toplanan bal. Məsələn, siz imtahana gedirsiniz, 700 bal toplayırsınız inşallah. Belə bax. Bir də ay sözü mənası nədir? Biri və göc. Ay, sonra? Bir də məsələn
Ayda, Təqvimdəki ay, belə deyək. ayın günlərdə. Məsələn, yanvar, fevralzada belə. Bildiniz? Yəni ona görə Bəli. Y variantını götürə bilirik. Çünki bunların yazılışı və deyilişi eynidir, amma mənaca bir-birindən fərqlənir də. Yəni mənalarına görə fərqlidir, amma yazılış da heç eynidir də. Başa düşdünüz? Məsələn, var burada gənc, cavan, qoca. Burada məsələn gənclə cavan bir-biri ilə öz-özlüyündə bir-biri ilə sinonimdir bu ikisi. Amma məsələn gənclə qoca və yaxud da cavanla qoca da antonimdir. Deməli bunlar qarışıqdır da, yəni qarışıq verilib də olmaz. Bir də yuxarı ilə aşağı bir-biri ilə antonimdir. Uca bunlarla əlaqəsizdir. Çay, kitab, dəftərdə, yəni bunlar tamamilə başqa-başqa sözlərdir. Başa düşə bilirsiniz? Bəli, Dəqiq. bəli. Yaxşı. İndi 20-yə baxaq. Məntiqi ardıcılığı tamamlayın. Amonim, sinonim, çox mənalı söz. Mənim amonimlə sinonim varsa antonim də ola bilər, amma məncə ara söz də uyğun gələ bilər. Bax, Çox bunlar, mənalı sən söz, ara bunları, söz. ara söz mən sizə danışmamışam da, hələ keçməmişik ki. Biz Sözə görə keçdiyimiz uyğun mövzulara, yəni mövzular baxımından, bu leksikada amonim, Bə- sinonim, antonim çox mənalı sözdür, frazoloji birləşmədir. Sözün İndi həqiqi deyə bilərəm. məcazi mənasıdır və leksik qrammatik mənada bunları öyrənirik hələ ki də. Yəni ara sözə hələ çox var. Ona görə biz götürəcəyik bunu. Mübtədə ədafda heç ola bilməz Ola yəni. bilməz. Çünki bunlar hələ Ədəbi onlar sahib leksikanın öyrənəcəyi mövzular deyil də. Çünki mübtədə onlar baş üzvlərdə öyrənəcək, sintaksisdə falan öyrənəcək. Burada aid deyil onlar. Ədatı da morfologiyada öyrənirsən. Yaxşı, indi 21-ə baxaq. Hansı sözləri həm omonim, həm də vurğusuna görə fərqlənən söz kimi düşünmək olar? Gəlmiş ol. Mən tapdım. Mən də tapdım. Ceyran, sən də tapdın. Xeyr, mən. Yaxşı, onda gözləyək tapsın. Olmaz. Məsələn, bax, belə deyək. C-ni götürə bilərsən. Mətin. Nə deməkdir bu? Mətn var, bir də mətin var da. Mənası nədir bunların? Mətin oxuduğumuz mətin. Yəni ki, bu m-ətini olan, isiz olanda bu yəni yazılı nitqin bir parçası deməkdir. Bəs mətin nə deməkdir? Mətin i ilə olanda nə deməkdir? Mən onu bilmirəm. Bu, yəni səbirli, elə bil dözümlü də, iradəli, belə deməkdir. Əgər i ilə olursa, bunu yazım sizə, dözümlü deməkdir. Və bunlar amonim sayılmır bu tipli sözlər. Yəni bir hərfə görə mənası dəyişən sözlər amonim deyil də, bu paronimdir, paronim. Yəni bu paronimləri də biz saymırıq, yəni amonim saymırıq. Paronim sayırıq, amma amonim ola bilməz də. Deməli bu getdi. Səpinlə gəlin də ola bilməz. Çünki elə bunların heç birisi ola bilməz də. Bir dənə A variantı ola bilər amma. Qalın qoyun. Hə. Çünki o bir sözlərin hamısı vurğusuna görə mənası dəyişən sözlərdir. Bir dənə bu xeyirdir, atlazdır. Biz bunu s ilə də yaza bilərik. Bir də xeyir da yazmaq olar. Nəsə deyirsiniz? Siz də fononim dediniz. Nə dediniz? Onu yazın. Paronimdir. Paronim. Hə. Sizin dilimizdə belədir. Paronim. Dayan. Belə başa düşə bilirsən? Aha, görürəm. Tamam. Çox sağ ol. Məsələn, xeyirdir, sən də sağ ol. Bax, xeyirdir. Bir də var xeyirdə. Xeyir i ilə olanda bu fayda, gəlir, bu mənfəətdə, yəni qazanc da bu mənada.
Amma x, euro olanda, i olmayanda bu yəni ədat mənasındadır da, yəni hə, yox mənasında, hə, yox, bəli, xeyr bu mənadadır. Deməli bunları da götürmək olmaz. Bir də atlazı var. Yəni z ilə olan var da və s ilə olan var. Yəni atlas da var, atlaz da var da. Deməli biri xəritə toplusudur, bəli. Amma biri parça növüdür də. Ona görə bunların da yəni hərf fərqləri olduğu üçün olmayacaq. Bir dənə qalır A variantı. Çünki bu sözlər vurğusuna görə yəni amonim kimi düşünülə də bilər, amma düşünülməyə də bilər. Çünki deyək ki, alın biri var ki, məsələn insanın alını da bu mənada, yəni bir bədənin, bir beynin də, yəni bir başın bir hissəsi, üzvü mənasındadır. Bir də var ki, alınmaq mənasında, alınmaq. Məsələn, söz deyirsən, o sən dediyin sözdən alınır da, yəni belə tutulur, belə və halı vəziyyəti pisləşir. Bu mənadadır. Yəni biz bunu düşünə bilirik belə. Bir də alın, nəyisə almaq mənasında ola bilər. Elə düşünəndə axı vurğusuna görə dəyişir də mənası. Elə olanda onun başlanğıc olmasa dəyişir, onu götürmürsən. Amma nədənsə, hər hansı bir sözdənsə alınmaq, bunu götürə bilərsən də. Bir də ki, qoyun, biri var ki, məsələn, təbiətin, nəsə bir ananın qoyunu da, tutaq, qucaq mənasında. Bir də heyvan qoyun mənasında olar, amonim olar. Amma nə zaman olmaz? Məsələn, deyək ki, kitabları götürün stolun üstünə qoyun. Belə olanda, əmr şəklində olan feil olursa, yəni götürmək olmaz da bunu. Başa düşdünüz? Yəni bu sözlərdir ki, də vurğuya görə mənası dəyişir. Vurğu fərqi varsa götürmək olmur amonim olaraq. Amma yəni eyni zamanda həm də vurğu kimi düşünməsək, yəni amonim kimi də götürmək olar. İndi 22-yə də baxaq. Frazeoloji birləşməni müəyyən edin. Qolunu qaldırmaq bu deyil, başını tərpətmək bu da olmaz, qulağını qaşımaq bu da olmur. Cin atına minmək, yəni əsəbləşmək B variantıdır. Çünki ikinci tərəfində olmaq, etmək, bilmək, qılmaq sözləri olanda, yəni bu frazeoloji birləşmə sayılmır. Çünki bu sadəcə mürəkkəb feildir də. Kömək etmək, namaz qılmaq, şad olmaq, yaxşı olmaq hamısı frazeoloji birləşmə deyil də, heç birisi sadəcə mürəkkəb feil. Çünki bunlar bir dənə söz sayılır. İndi 23. Başa düşdü. Başından tüstü çıxmaq. Başından tüstü çıxmaq frazeoloji birləşməsinə hansı məna uyğun gəlir? Başından tüstü çıxmaq. Hissləmək deyildi mənim. Başından tüstü çıxmaq, yəni bu belə deyək də, yanıb yaxılmaq mənasındadır. Yəni hirslənmək. Bax məsələn siz dərsə qoşulmusunuz, amma testləri yazmamısınız da, mənim başımdan tüstü çıxır. Yəni mən yanıb tökülürəm, yanıb yaxılıram ki, siz dərsi oxumursunuz da, tam belə bu mənada olarsa düşünmək olardı. Başa düşdünüz? Məsələn, dil ötmək belə bülbül kimi çox hardan danışırsa, hardan deyirsən, oradan sənə cavab verir də, belə hazır cavabdır, bu mənadadır. Yalvarıb yaxarmaq kiməsə, yəni yalvarmaq, yəni xahiş eləməkdə nəyisə bir işi düzəltmək üçün falan da belə əldən ayaqdan getmək. Məsələn, tutaq ki, qonaq gəlir evə, əldən ayaqdan gedib hər tərəfi falan yığışdırırsınız, yığış falan eləyirsiniz də, bu mənadadır. Yəni yaxşı göstərmək istəyirsiniz də hər tərəfi belə bu mənada. Amma nəfəsi kəsilməkdə, yəni təngə nəfəs olmaq, yəni nəfəsi ürəyi ağzından çıxmaq kimi də, yəni bu mənada olur. Ona görə Y qalır bir dənə. Yaxşı, indi 24-də baxaq. Hansı cümlədə sifət məcazi mənada işlənmişdir? Camal bacısına soyuq su verdi. Bu soyuq su necə su? Soyuq, amma məcazi mənada deyil. Həqiqi. O şirin çörəyi xoşlayır. O şirin, necə şirin? Şirin çörək həqiqi mənada olur. Onun çox ağır xasiyyəti var. Səhərlər şirin çay içmək faydalıdır. Şirin çay içmək faydalıdır. Yəni şirin çay var. Mən B ilə N-in arasında qaldım. Soyuq külək kəsir. Küləyin soyuğu ola bilirdi. Yoxsa soyuq olur da külək. Həqiqi mənada olur. Həqiqidir, amma ağır xasiyyət olur, bəli. Bir də biz belə düşünə bilərik ki, məsələn, ağır adam deyək də. Məsələn, biz deyək ki, ağır adam bu həqiqi mənadadır, yoxsa məcazi mənada olar sizcə? Həqiqi mənada olur da, çəki mənasında olur. Bir var arıq, bir var ağır. Sən bunu məcazi mənada düşünə bilməzsən.
Əslində məcazi mənada düşünmək olur. Təki deyəndə biri olur şöyle ağır, olur bir də da. kök Hı olur. hı. Yəni ağır adam, məsələn kök olmayanda, indi məcazi mənada düşünəndə ağır adam yəni belə sərt adama deyirlər də, yəni çox danışıb deyib gülmək istəməyəndə, yəni belə bu mənadadır. Ağır xasiyyət, ağır təbiət mənasında da, yəni ki, məsələn çox danışmağı, gülməyi o qədər sevməyən birisi mənasındadır. Amma məsələn yüngül adam var. Yüngül adam da yəni yenə də əgər çəki baxımından olarsa, yüngüllük olarsa da, yəni çəkisi məsələn azdır da. Məsələn biri var 100 kilodur, bu ağır adam. Amma bir də var 56, 40-50 kilo olsun, bu da yəni yüngül adam. Çəki baxımından yəni tərəziyə çıxır, görür ki, yüngüldür də, yüngüllüyü var. Deməli bu həqiqi mənadadır. Çünki adam həqiqətən çəki baxımından yüngül ola bilər. Amma bir də var yüngül adam o deməkdir ki, yəni danışılan hər bir sözə gülən, hər şeyə reaksiya verən, yəni özünü belə ağır aparmayan, yəni bir insan mənasında olarsa, onda həm həqiqi, həm məcazi mənada işlətmək olar. Başa düşürsüz? Bəli. 25-ə də baxaq, qalanı qalsın evdə işləyərsiniz. Nigar almanı soydu və quldurlar taciri soydu cümləsində soy sözü hansı məna qrupuna aiddir? Şeydir, orada homonim olacaq. Deməli, Nigar armanı soydu və quldurlar taciri soydular. Deməli, burada çox mənalı sözdür. Bax, quldurların taciri soyması, yəni ki, onu taciri qarət eləməsi mənasında. Məsələn, tacirin qızılı falan varsa, onu yəni ki, ələ keçirmək mənasındadır. Yəni onun paltarlarını falan bir soğan kimi onu soymurlar ki, nəsə kartof soğan kimi onu soymurlar da quldurlar tacir. Deməli burada həqiqilik bir şey yoxdur axı. Deməli amonim də yoxdur. Onda həqiqi mənada isə amonim də yoxdur. Qalır çox mənalı sözlər ki, burada məcazilik var deyə çox mənalı olur. Anladım.